Dərbənd birləşdirəndən sonra... Emil, suala bax. Deyir ki, Bakı və Şamaxı xanlığının Quba xanlığına birləşdirməsinə şərait yaratdı. Dərbəndi birləşdirsək, biz Mahaçqala tərəfə gedəcəyik. Yəni, Rusiya ərazisinə tərəf. Amma bizə lazımdır ki, daxilə gedək. Bakı və Şamaxını ələ keçirdək. Ona görə də onlara yaxın olan ərazini tapmaq lazım idi ki, o ərazi hansı idi ki, həmin ərazinin birləşdirilməsi elə bir ki, keçid rolunu oynayırdı da. Dərbənd məsələn şimalın birləşdirilməsi üçün keçid məntəqəsi idi, Dərbənd. Bəs yaxşı, Bakı və Şamaxının birləşməsi üçün hansı ərazi idi? Balığınla məşğul. Bəli, Salyan nahiyəsi. Salyan ərazisi idi. Çünki niyə? Salyan birləşəndə Bakı və Şamaxıya keçid yolları genişlənirdi və həmin əraziləri ələ keçirilmək sadələşirdi. 48-ə baxırıq, Emil. Xatın arxı döyüşünün baş verdiyi ildə. Xatın arxı neçənci ildə baş verib, Emil? Xatın arxı döyüşü Neçədə birləşdirdi, Emil? Onunla eyni ildə Xatın arxı döyüşüdür. 1748-ci ildə. 1757. 1748 hələ deyirəm Bayat savaşıdır. Hələ Qarabağ xanlığının yaranmasıdır. 47, 48. 49-a bax, Emil. 49-cu suala baxırıq. Oxu bir dənə. Sualda bizə nə istəyir? Quba xanlığının xarici hücumlardan müdafiəsinin asanlaşdırılması və qısa Quba xanlığının xarici hücumlardan müdafiəsinin asanlaşdırılmasına və qısa müddətdə güclənməsinə şərait yaradırdı. Hansı hadisə şərait yarada bilərdi ki, bir xanlıq daha da güclənə və qüdrətlənə bilərdi, Emil? Səncə necə bir xanlıq? Həmişə əlçatmaz olmalı idi da, düzdür? Əlçatmaz olan nə idi? Orada əlçatmaz olan nə var? Elə ki, ora çətin geçsinlər. Qarabağ müharibəsində deyirləri, bizim əskərlər dırmaşa qalxdılar. Hara qalxırlar? Nəyə dırmaşırlar? dağlıq ərazidə. Dağlıq ərazilərə, bəli, dağlıqda yerləşirdi və nə var idi? Müdafiə qalaları. Bəli, müdafiə qalası olan dağlıq ərazidə yerləşən yerə əlbəttə ki, getmək çətin idi. Deməli, cavab 1 və 2 olur. 50-ci suala baxırıq. 50-ci sual. 50-ci sualda bizdən nə istəyir, Emil? Qubalı Fətəli vergi islahatına əsasən keçirildi. Aha. Qubalı Fətəli vergi islahatı keçirdibsə, deməli, mərkəzləşdirməyə meylləndirir də, yəni vahid mərkəzdən yığılmağına təşviq eləyirdi. O zaman baxırıq, hansı cavab uyğun gələ bilər, Emil? Bəli. 2 olacaq, mən kəndini toplamalı və birbaşa xəzin təhsil verməli vergilər. 2 razıyam. 1 də olacaq. Niyə? Vergilərin toplanması dedim axı mərkəzləşdirir. Mahal naiblərindən alındı. Çünki artıq şəxslərə etibar etmirdi. Sonra 5 olacaq. 5, bəli. Bəli. 1, 2, 5. Bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə yerinə yetirməli idi. Tamamilə doğru. Nə tələb eləyir? Qubalı Fətəli birləşdirmə siyasəti nəticələrinə aid klaster. Aha. Təsərrüfatın inkişafı üçün şərait yaratdı. Hansı amillər yaradır deyir o şəraiti? Yəni təsərrüfat inkişaf eləməli idi. Bunu anladı. Amma hansı amillər təsərrüfatın inkişafına şərait yarada bilərdi? Çünki Quba xanlığı ölkənin siyasətində böyük rol oynayırdı. Sən cavabı de, biz bərabər analiz eləyək də. Emil, 3 ilə 4-ün olmağı üçün xarici hücumlar bir dəfəlik kəsilməlidir. Amma bunlar xanlıq formasındaydı, xəzcim. 4 düzdür. Quba xanlığı, bəli, ölkənin siyasi həyatında əlbəttə ki, mühüm rol oynayırdı.
Həmişə də oynayacaq. Bir də nə var idi ki, artıq təsərrüfat inkişaf eləyə bilərdi. Biz dedik axı Quba xanlığının daxili necə idi? Hərbi siyasi rol, yəni güc artmışdı. Bəli, hərbi siyasi gücü üstün idi. Ona görə də daxildə təsərrüfatın inkişafı üçün hər bir şərait var idi. 52-yə baxırıq, o mətn, mənbə kimi şeyləri artıq izah eləyək. Səndən cavabı gözləyirəm. Şərt nədir? Şərti oxu bir dənə. Şərtdə mən deyir ki, mən mətndə bəhs olunan xanlığı müəyyən edin. Aha. Əhalinin köməyi ilə ilk olaraq. Bu Lənkəran demək istəyirəm. Məhəmməd Hüseyn xan. Oxu axıra qədər. Emil, oxu axıra qədər oxu. Gör hara yaxındır. Bir oxu dana axırına gəl çat. Qanası Qubaya birləşdirildi. Bu hadisə Quba xanın strateji mövqeyini daha da möhkəmləndirdi. Şəhərin mühafizəsi. Sualları oxuyanda Emil tamamla. Başlığını oxuyub gördüyündən cavab vermə. Çünki sonluqda fərqli bir şey istəyir səndən. Müqavimətsiz Qubaya birləşdirildi. Bildim ama birləşdirilmişdi. Gördün indi cavab necə dəyişdi? Müqavimətsiz birləşdirilən Dərbənd idi. Bunun Lənkəranla əlaqəsi yox idi. Həm də sənə ipucu verir. Nə deyir? Quba xanlığının strateji mövqeyini daha da artırdı. Əgər Qubaya yaxın ərazi olmalıdır ki, bəli, strateji cəhətdən ona mərkəzi anlamda kömək olsun. Məsələmiz buydu, Emil. İndi gördün ki, sualın başını oxuyub da cavab verib yanlışa getmək olur. Ona görə sualı oxuyanda axırına çat. Uzun adı gördün, eyni addan 3-4 dənə var. Məsələn, adi Səfəvilər dövründə Şah Abbas neçə dənədir? 2 dənə, 3 dənə, 3 dənə Şah Abbas oxuyursan. Məsələn, 2 dənə Təhmasib oxuyursan. Sən elə birini oxuyub o Təhmasibdir deyib yazıb getsən, düz olmaya bilər. Bəlkə sən birinci Təhmasibi deyirsən, ancaq orada ikinci Təhmasib verilib. Məsələ budur. Başa düşdün?